Necəsiniz dostlar? Bir məsələni bilmək istəyirəm. Ona görə də bu məsələni elə qısaca öz izləyicilərimlə bölüşərək bilən varsa kommentlərdə yazar. Əzizim, Xoşqədəm Hidayət kişinin qızı. Bu Hoqqabaz Nahidənin analizləri və qutu sezon bağlanmamış açılacaqmı, yoxsa biz gözləyək sezonun qayıdışını? Çünki mən belə görürəm ki, artıq Nahidə peyd olduğu gündən analizlərin cavabı açılmır. Hətta deyilənlərə görə analizlər yenidən verilməlidir. Qutu da ki, artıq keçən həftədən bu həftəyə orada saralıb, amma qutu hələ də açılmır ki, açılmır. Mən düşünürəm ki, saqqızı da qədər çox çeynəyərsən, o da çürüyər. Ona görə arada çıxardıb suda saxlamaq lazımdır. Bax, sonra da biz reyting deyəndə inciməyin. Ümumi verilişlərə deyirəm, tək Xoşqədəm xanıma yox. Reyting sözünü deyəndə deyirsiniz ki, dilinizə reyting düşüb. Biz burada insanların taleyini həll edirik. Axı siz necə insanların taleyini həll edirsiniz ki, 2 həftədir qutu oradadır. Nahidə peydahlandığı gündən də analizlər ortadadır, amma cavabları açıqlanmır. Bu reyting deyil, bəs nədir? Yəni artıq maraqdan düşür. Bilirsiniz, sanki Nahidəyə maraq ölənə qədər Nahidə orada olmalıdır. Bəli, deyəcəksiniz ki, maraqlı deyilsə niyə izləyirsən? Nə yalan deyim, mənə bilirsiniz hansı məsələlər maraqlıdır ki, izləyirəm. Bax, axtarırlar, illərlə itmiş insanları tapırlar, izləyirəm, maraqlıdır. Və yaxud o günlərdə yadınızdadırsa, bir qadın şübhələnmişdi ki, bu bacısı onun deyil. Birdən 2 ailənin üstü açıldı. Bax, bu da maraqlıdır. Amma Nahidələr, Gülxanımlar, bunlar ora deyil, bu deyil. Ona görə də mən istəyirəm ki, ya Xoşqədəm Hidayət kişinin qızının əvvəlki formatına qayıtsın, ya da ki, bu artıq dözüləsi deyil, durur, gedir, qayıdır, elə bil dünya şöhrətli. Yəni, Nahidə niyə məşhur olmalıdır? Hansı əməlinə görə məşhur olmalıdır, ölkəyə tanınmalıdır? Hansı yaxşı əməlinə görə? Övladın atan bir ana ki, və hər dəfə də bunu vurğuluyursunuz ki, Nahidənin psixoloji durumu yerindədir, nə bilim, ağlı yerindədir, çox mədənidir, çox vəfalıdır, təşəkkür etməyi bacarır. Amma ana olmağı bacarmır da, önəmlisi budur. Yəni, siz nə qədər də onun yaxşı tərəflərini efir xatirinə sadalasanız, günün sonunda özünüz də Elmir bəyə deyirsiniz ki, söhbət etmək lazımdır Nahidə ilə. Bunun hər şeyi yerindədirsə, mən düşünürəm ki, Elmir bəy yalnız ağlı olmayanlarla söhbət eləməlidir. Bunun ağlı yerindədirsə, günün sonunda niyə Elmir bəyə yönəldirsiniz? Ona görə yığışdırın. Mən düşünürəm ki, artıq bu ürək bulandırır.